Tanınmış aparıcı Sənan Şərifzadə Qarabağın baş məşqçisi Qurban Qurbanovun oğlu Musanın 3 ay öncə baş tutmuş toyundan yeni fotolar paylaşıb. Fotolardan görünür ki, toyda həm də dövlət rəsmiləri və tanınmış simalar iştirak edib. Onların arasında İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, sabiq korpus komandiri general-leytenant Mais Bərxudarov və digər vəzifəli şəxslər olub. Qeyd edək ki, Azərbaycan millisi və Qarabağın futbolçusu Musa Qurbanlı bu ilin sentyabrında Qoçət restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovun qızı ilə ailə həyatı qurub. Qarabağın futbolçusu Nəriman Axundzadə Qarabağ Ordu Azarkeş klubu ilə birgə Ümid Yeri uşaq sığınacağını ziyarət edib. 21 yaşlı futbolçu bu barədə paylaşım edib. O, yeni il münasibəti ilə uşaqlarla birgə vaxt keçirib, imzalı forma və hədiyyələr verib. Qeyd edək ki, bir müddət öncə eyni addımı Qarabağın futbolçusu Elvin Cəfərquliyev də atmışdı. O, Qarabağın UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda Bakıda Qarabağ-Ayaks maçını qadın və uşaq sığınacağında tək izləyən az yaşlı Əkbəri ziyarət edərək digər uşaqlara da hədiyyələr vermişdi.